Salam uşaqlar, fizika 2-ci hissədən situasiya nömrə 17-yə baxırıq. Alpinistlərdir dəniz səviyyəsindən 1260 metr hündürlükdə düşərgə salaraq istirahət etməyə qərar aldılar. Atmosfer təzyiqi dəniz səviyyəsinə 760 mm civə sütunudur və hər 12 metr yüksəyə qalxarkən 1 mm civə sütunu azalır. Deməli, biz buradan tapmalıyıq nəyi? Atmosfer təzyiqini 1260 metrdə. P nəyə bərabərdir? P0 çıxılsın. Bizdən nə istəyirdi? Cədvəl verib. Dəqiq sualları oxumamış. Baxdım, bir dənə baxaq. Doymuş buxarın təzyiqinin temperaturuna asılılıq cədvəl aşağıda kimidir? Suyun hansı temperaturda? Təzyiqi tapmalıyam ki, mən hansı temperaturda qaynadığını bilim. Deməli, təzyiq P nəyə bərabərdir? P0 760 çıxılsın 1260 bölünsün 12. 1260-ı böləndə 12-yə bir dənə 0,5. 105 eləyər. 105 də bundan çıxanda eləyəcək 5, 5, 655. Deməli, təzyiqimiz oldu 655. Düzdürmü? İndi cədvəldən baxırıq 655 harada? Elə ən birinci də 655. Deməli, 655 buradadırsa və onun qaynama temperaturu həmin hündürlükdə T bərabər imiş 95 dərəcəyə. Selsiyə. Bunu bildik. Daha sonra bizdən nə istəyir? Çaydandakı suyun kütləsi 5 kiloqram və başlanğıc temperaturu 15 dərəcə olarsa, suyu qaynama temperaturu bax budur. 95 dərəcə çatdırmaq üçün nə qədər istilik miqdarı vermək lazımdır? Biz bilirik ki, əvvəlki temperaturu T1 bərabərdir 15-dir, T2 95-dirsə, Cm delta T lazımdır bizə. C 4000-dir, M 5 kiloqramdır. Delta T'də 95 çıxılsın 15'dir. Yəni 4000 vurulsun 5 vurulsun 80. Onu da buranda nə eləyər? Eləyər 16. Düzdürmü? Bu eləyir 2. 2'ni də vuranda 8 eləyir 16. Və neçədən 0? 3, 4, 5-dən 0. Çünki 1, 0 bu. 2, 3, 4. Bir dənə də bu 20'dən qalmışdı. 2 16. Bu da nə ilə? 100, 1000. 1.6 vurulsun 10 üstü müsbət 6. 1.6 megajoule yaza bilərik. Sonra 51'də deyir ki, odunun xüsusi yanma istiliyi Q bərabərdir. Megajoule bölünsün kiloqram olarsa, istiliyin 50% suyun qızmasına sərf olunarsa, suyu qaynama temperaturuna çatdırmaq üçün neçə kiloqram odun yandırmaq lazımdır. Deməli, deyir ki, bunun, yəni QM-in 50%, vur 50 bölünsün 100. Nəyə sərf olunur? Elə bu həmin istiliyə sərf olunur. Qızmasına sərf olunur. Q-yə. Suyu qaynama temperaturuna çatdırmaq üçün neçə kiloqram? Burada bizdən bu M istəyir. Odun yandırmaq lazımdır. M-i tapsaq, M bərabərdir. Q bölünsün. Daha doğrusu 100 Q. 100'ü vuraraq bölünsün 50 kiçik Q. 100 vurulsun. Nə? Q nə qədər idi? Q harada buradan tapdıq. 1.6 vurulsun 10 üstü 6. Mega 6'dır. 50 vurulsun. Kiçik Q isə 8 vurulsun. 10 üstü 6'da. 10 üstü 6'lar getdi. Bununla bu getdi. 2 qaldı. 3 onda 2'ni 8'də də böləndə eləyər 0,4 kiloqram. Cavab olar 0,4 kiloqram.